Ay kız bestəgə vurnuqdun. De görüm sen okuyup ne olacaksın he? Mən balerina, amma İbrahim öləndən Bu sonra. ne sözdü? Nece dilin geldi ağı? Mən demirəm ki, özü deyil. Hele de görüm sen ne olacaksın? Ay şeytan kız Allah saklasın. Uşaqlara böyüyəndə kim olacaqsan sualı verilir tez-tez. Sizcə bu doğrudurmu? Uşaqları yanlış yönləndirərmi bu sual? Məncə yönləndirər, çünki uşağın öz fikri olmalıdır, sərbəst buraxmaq lazımdır. Çünki böyüdükcə, yəni bu öz təcrübəmizdən də görürük də, min cür belə bir gün həkim olmaq istəyir, bir gün mühəndis olmaq istəyir. Ona görə bunu zamana buraxmaq lazımdır ki, uşaq özü qərar versin. Sizə bu cür sual verirlərmi? Böyüyəndə kim olmaq istəyirsən? Bəli, verirlər. Yormur ki bu suallar. Xeyr. Nə cavab verirsiniz onlara? İdmançı olmaq, belə nədir, polis olmaq. Xaricdə təhsil almaq istəyirəm. Xaricdə təhsilimi bitirib gəlib burada daha böyük, necə deyim, öz dövlətimin, öz vətənimin adını daha da yüksəklərdə duyurmaq istəyirəm. Mən hələ qərar verməmişəm. İnşallah 9-cu sinifdə falan fikirləşəcəm. Onlar bir valideyn kimi istəyirlər uşaqlarının nəyə həvəsi olduğunu öyrənsinlər. O istiqamət verici bir şeydir. Böyüyəndə kim olacaqsan? Bəli, bu sual cəmiyyətdə demək olar ki, hər bir uşağa tez-tez verilir. Lakin mütəxəssislər hesab edirlər ki, bu cür sualların erkən yaşda azyaşlara verilməsi onları yanlış yönləndirir. Psixoloqlar hesab edirlər ki, uşaqlara verilməməli suallardan biri də böyüyəndə kim olacaqsan sualıdır. Çünki bu suallarla onları düşünmədən seçim etmək məcburiyyəti qarşısında qoyuruq. Cavab verməyəndə isə özlərini məqsədsiz hiss edirlər. Hər bir uşaq bu suala səhər həkim, günorta polis, axşam rəssam cavabını verə və nəticədə heç biri olmaya bilər. Uşaqlar bunu bəlli yaşda, məsələn, artıq məktəbə qədər yaşda və yaxud da ki, bağça yaşında bu suallara cavab verəndə biraz yanlış cavab verir və yaxud da ki, yanlış səsləndirə bilər fikirləri. Daha sonra isə valideynlər həmin o səsləndirdiyi fikir üzrə onu yönləndirə bilər ki, halbuki çox uşaq o sahədə özünü xoşbəxt hiss eləmir. Cəmiyyət, mühit uşaqları bir fərd kimi formalaşdırır və istiqamətləndirir. Bu kimi sualların verilməsi də əslində bir istiqamət sayılır. Sosioloqların mövzu ilə bağlı fikirləri isə müsbətdir. Onlar hesab edirlər ki, uşaq cəmiyyətdə bu cür suallarla öz hədəfini müəyyənləşdirə bilir. Əslində bu yaxşı bir sualdır cəmiyyət tərəfindən. Çünki uşaq hədəflər müəyyənləşdirir. Çünki o uşaq üçün verilən həmin sual uşaq üçün çox böyük məna kəsb eləyir. Fikirləşir ki, aha, mənə bu sualı verdilər. Demək ki, mən elə bir kim olmağımı deməliyəm ki, qarşı tərəfdən maraq yaradım. Hər uşaq gələcəyin bütün çağırışlarını görmür. Ona görə də valideyn məsləhəti mütləqdir. Lakin uşağın arzuları və seçimi də hörmətlə qarşılanmalıdır. Gülnar Elqar qızı, Zaur Həşimov, Telesəhər.